Baxırıq alkenlərin davamına 175-ci suala. Deyir 1 mol alkenin müəyyən hissəsinin tam yanmasına 3 mol karbon qazı alınmışdır. Bu alkenin qalan hissəsində olan bütün atomların mollarının cəmini müəyyən edir. Baxın, alkenin ümumi formulu nədir? CnH2n-dir. Bu yana nə qədər karbon qazı alınır? N mol karbon qazı alınır, düzdür? İndi baxın, deyir 3 mol karbon qazı almışdır. 3 molu alınıbsa nə qədər artıq qalıb? N-3 qədər artıq qalıb. Deyir bu alkenin qalan hissəsində, yəni qalan hissəsi nə oldu? N-3 olan bütün atomlarının mollarının cəmi. Karbon olduğu N-3. Düzdürmü? Mən necə? 3 mol karbon qazı alınıbsa, bu N oldu 3. Yəni 3 alınıb. N-dən də 3 artıq qalıb da, elə bir ki. Yəni N-3 karbon qazı artıq qaldı. N-3 karbon qazı nə qədər karbondur? N-3 qədər. Ona görə yazdım karbonu N-3. Hidrogen də ona 2 dəfə çox olur, 2N-6. Deyir, bütün atomların cəmi, yəni N-3-lə 2N-6-ın cəmi eləyir 3N-9. Cavabımız elədi C variantı. 176-da 1 mol alkenin müəyyən hissəsinin tam yanmasından 2 mol su alınmışdır. İndi karbon qazı deyil də su ilə müqayisəsini istəyir bizdən. Baxaq. Deməli, yenə alkenin ümumi formulu olur CnH2n. Yanında karbon qazı su alınır. Elə birbaşa suyu yazıram. 2n-dirsə bura düşür n. Düzdür? 2 mola alınıbsa su. Nə qədər qalanı qalır? N-2 qədər. Çünki deyir, bu alkenin qalan hissəsində. İndi baxın, N-2-də qalırsa, N-2-ni buradakı 2-yə vurur. Neçə hidrogen olar? 2N-4. Deməli, hidrogen oldu 2N-4. Hidrogen 2N-4-sə, karbon da ondan 2 dəfə azdır. Çünki karbon N-dir, hidrogen 2N-dir. Onda bu deyilir N-2. İndi nə deyir? Deyir, bütün atomlarının cəmi N-2 buradan, 2N-4 də buradan cəmi eləyir N-2-nin üzərinə atomlarının cəmini istəyir bizdən. Gəlirik 2N-4-ü. Bu deyir bizə 3N-6. Cavabımız dilədi A variantı. Baxaq 177-yə. Deyir, 1 mol alkenin müəyyən hissəsinin tam yanmasının 1 mol oksigen. Tamam, silim. 1 mol oksigen sərf olmuşdur. Bu alkenin qalan hissəsinin tam yanmasında neçə mol oksigen sərf olunur? Yenə baxın, oksigeni bu səfər yandırırıq. Yəni, CnH2-nin üzərinə gəlirik biz oksigen və alınır karbon qazı CO2 və bir də alınır su. Əmsallaşdıraq. Bura əlbəttə ki, N düşür, burada N düşür. Niyə? Burada N-dirsə, bura N yazaram. Bu 2N-dirsə, burada N yazaram ki, N aşağısına 2-yə vursaq, 2N eləsin. İndi burada 2N oksigen, burada N oksigen, imam oldu 3N. Deməli, burada mən 3N böl 2 yazaram ki, bu 2-yə vurum, elə burada 3N olsun. İndi deyir ki, 1 mol oksigen sərf olunub, nə qədər oksigen qalıb demək istəyir. 3N-2-dən də mən birini çıxaram ki, görüm nə qədər oksigen qalıb. Düzdürmü? Ortaq məxrici gətirək 2, 2-ni 2-yə bölürəm 3N, 2-ni 1-ə bölürəm 2, 3N-2 bölək 2. O da cavabımız eləyir Y variantı. 178-dir. Tamam, falcalandırım. Aha. Baxın, deyir, karbohidrogendir. Karbohidrogenimiz deyir alkendir. Aha. Molekul hidrogen atomlarının sayıdır 2N-2-dir. Baxın, alken isə alkenin birinci formulunu yazırıq. CnH2. Sonra nə deyir bizə? Deyir ki, karbon, hidrogen. Düzdür. Deyir, hidrogen 2N-2-dir. Hidrogen 2N-2-dirsə, karbon neçə olmalıdır? Ondan 2 dəfə az. Çünki CnH2. Hidrogen həmişə karbondan 2 dəfə çox olur. Deməli, onda bu 2N-2-ni 2-yə bölərəm, eləyər N-1. Karbon, ümumi formumuz budur. Cn-1, H2N-2. Bu ümumi formumuzdur bizim. Bizdə deyir, ümumi rabitə sayı. Ümumi rabitə sayıda həm sigma, yəni, həm də pi-nin cəmi. Bu ikisinin cəmidir ümumi rabitə sayı. Sigmamız ümumi atomlardan bir vahid az olur. Ümumi atomları gəlin tapaq. N-1. Birinci qoy aşağıdan yazım. Sigma bərabərdir və sigma bərabərdir. Ümumi atomdan, bax, atom sayı -1. Bu sigmanı demək istəyir. Gəlin tapaq. N-1 atom sayıdır da, düzdürmü? Aşağıdan yazım ya da yanına yazım belə. N-1 üstə gəlir 2N-2 hidrogen 2 və bir də qıraqda çıxaq 1. Düzdürmü? Deməli, bu eləyir bizdə 3N, düzdürmü? 3N
çıxaq 1, çıxaq 2 eləyir, çıxaq 3. Bir dənə də burada çıxaq 4. Aha, 3n minus 4. Sigmanın yerinə yazdım. 3n minus 4. P'si bir dənə olur həmişə axı. Üstünə də bir dənə p'ni gəlirəm. Alkenərdə bir pi rabitə var. Eləyir 3n minus 3. Deməli 178-ci sualda cavabımız eləyir C variantı. İndi baxaq 179-a. Yenə hidrogenlərin sayı 2n-2, tamam. Hidrogen 2n-2, karbonumuz n-1-dir. Sigma rabitənin ümumi sayı. Sadəcə sigmanı istəyir. O da eləyəcək 3n-4-dür. Buradan tapdığımız elə. 179-da cavabımız elədi A variantı. Baxaq 180-ə. Deməli 2y-in üzərinə 2 natrium gəlib. Alıb CH3 karbon, aha, belə birləşmədə 2 dənə natrium klor. X maddəsinin beynəlxalq nomenklatura ilə adlandırılır. Deməli bu y nəymiş ki, bu natrium o y-dəkini götürüb, natrium klor alınır və belə birləşmə alınır. Düzdür? Deməli uşaqlar, bu y-imiz, X maddəsi bizdə nə deyir bir dəqiqə? X maddəsinin beynəlxalq nomenklatura ilə adlandırın. Burada X, aşağıda X var idi. Dən baxın. Yoxsa bu şəkildə mi düşməyib? Şəkildə düşməyib uşaqlar. Gəlin, onda 180 ilə 181 eynidir məncə. Yəni, onda biz 181-ə bax. Hə, eyni şeydir. Burası bizdə bu düşməyib. Baxın, onda mən 181-i izah eləyirəm. 180 də ondan eynisidir. Bilirəm, onda özünüz yaza bilərsiniz. Baxın, deməli deyir XH klordur, üzərinə gəlib. Nə alınıb? Y. Sonra Y-in üzərinə də natrium gəlib. Bunu alır. Deməli, natrium gəmi yəqin ki, yox, elə Würz reaksiyasıdır. Yəni, yarıdan bölünməkdir. Yəni, bu Y-imiz, bax, buymuş. CH3, bir dəqiqə. Mən Y-i yazıram indi sizin üçün. CH3, CH3 və CH-ın yanında da bir dənə xlor olub ki, üzərinə natrium gələndə bu natrium, bu xloru bu natrium, bu xloru götürüb və bunun eynisini bir də yazmışıq biz, tamam mı? İndi bu bizdə oldu nə? Y. Düzdür? İndi X nəymiş ki? X-in üzərində H xlor gəlib, Y alıb. Uşaqlar, X-imiz propen imiş. Niyə? Çünki propen necə yazılır? CH2, 2 xətt, CH, 1 xətt, CH3. Düzdür? Və mən bunun üzərinə H xlor gəlsəm, bax, buradakı X-da, biz X dedik ki, bu CH2, 2 xətt CH, 1 xətt CH3-dür. Üzərinə H xlor gəlsək, bu 2 qat olan yeri biz götürürük və hidrogeni çoxa birləşir. Olur CH3, pi qırılır, olur CH, yanına bir xlor, bir də CH3 olur. Görsünüz, bu Y aldıq mı? Yuxarıdakı Y aldıq. Deməli, bizim X-imiz elə propen imiş. Yuxarıdakı Markovnikovdur, aşağıdakı isə Würz reaksiyasıdır uşaqlar. Markovnikovda hidrogeni 2 qatda, hidrogeni çox oluna, xloru da az oluna birləşdirik. Würz reaksiyasında isə natrium kloru götürür və düzlük kimi eynisini yazırıq karbohidrogeni. Buranı silək. Baxaq 182-ci sualı. Deyir ki, alkin, deməli, hibrid orbital sayı da 18-dir. Alkinlərin ümumi formulu CnH2-dir. Düzdür? Bir də nə deyir bizə? Molekulunda sp3 sigma rabitələrinin sayı da Y. Və deyir, cis trans izomeri də var X-in və bizdən də Y2 müəyyən eləyin deyir. İndi bizdə alkin deyibsə yazdıq CnH2-in. Hibrid orbitalının sayını da 18 deyib. Düzdür? Biz əlbəttə ki, hibrid orbitallarının sayını bilməliyik ki, alkinlərdə nə qədərdir? Hibrid orbital sayı 4n minus nə qədər pi varsa biz onu 2-yə vurmaqla tapırıq. Yəni 4n minus alkenlərdə 1 pi var deyə uşaqlar. 1-i 2-yə vuruq olur 4-dən 2. Bax, bu hibrid sayıdır. Hibrid orbital sayı. Hibrid orbitalının sayıdır. Gətirib 4n minus 2-ni bərabər eləyirik 18. 4n bərabər eləyirik 20-yə və elimiz də buradan çıxır neçə? 5. Deməli, bizim alkenimiz oldu C5H10. Düzdür, alkenimizi tapdıq. Nə qədər? C5H10. İndi baxın, cis trans izomeri olsun.
İndi biz elə eləməliyik ki, cis trans izomerlik nədir? Yəni radikalları müxtəlif olsun. Baxın, onda biz penten 1 yox, penten 2 yazarıq. Baxın belə. CH3, 1 xətt, CH, 2 xətt, CH, 1 xətt. CH2, bu 2 xəttdir. Aha. Və 1 xəttdə CH3. Düzdürmü? İndi gəlin bunların SP2'lərini qeyd edək. Bax, bu bizdə SP3'dür. Bu bizdə SP2'dir. Bu da SP2'dir. Bu SP3'dür. Bu da eyni zamanda nədir? SP3'dür. İndi SP3 və SP3 sigma rabitə. Bax, bu SP3, SP3'dür. Bu SP2, SP3'dür. Bu SP2, SP3'dür. Ancaq SP3, SP3 bir dənədir. Bax, burada da SP3, SP3. Görürsünüz, SP3, SP3 bir dənə oldu. Deməli, bizim formumuz oldu S5H10 və bir dənə də nə oldu? SP3, SP3 sigma rabitəsi. Cavabımız elədi 182-də B variantı. Gəlin 183-ə baxaq. Buranı silirəm. Yuxarı qalsın. İndi bizə deyir ki, bizə hibrid orbital sayı 14'dür. Yəni 4n minus 2'ni bərabər edirəm 14'ə. N'im də çıxır buradan 4. Deməli, ümumi formulum nə oldu? C4H8. Bax, C4H8 A-da, B-də, C-dədir. Sonra nə deyir? Deyir, cis trans izomeri olmasın. Cis trans izomeri müxtəlif radikallarda olur. Olmursa radikalları eyni olmalıdır. Düzdür. Onda buten 1 yazarıq. Baxın, 2 xətt, CH, 1 xətt, CH2, 1 xətt, CH3. Gördünüz mü uşaqlar? Burada ikisi hidrogen. Gördünüz, burada cis trans izomerliyindən söhbət gedə bilməz artıq. İndi gəlin biz bunların SP2, SP3'lərini tamamlayaq. Bu əlbəttə ki SP2'dir. Bu da SP2'dir. Bunlar SP3'dür. Bizdə nə istir? SP3 sigma rabitə sayı. O da baxın, bir dənə buradadır. SP3, SP3. Bir dənə. Gördünüz mü? SP3, SP3'ümüzdə bir dənə oldu. Cavabımız elədi 183'də C variantı. İndi baxırıq 184-cü suala. Deyir, X, Y karbohidrogenlərdən ibarət 184 qram qaz qarışığı bromlu sudan keçirilib və məhlulun kütləsi eyni zamanda həm A plus 56 qram artıb, yəni məhlul kütləsi olub A plus 56 qram və 8 mol X-də yəni girməyib. Bu X, Y-dən onu göstərir ki, uşaqlar bromlu suya deməli reaksiyaya girirlər bu qaz qarışığı. 8 mol X girmir ancaq. Görürsünüz 8 mol X necə göstərir? Oxu bu şəkildə göstərir. Buradan görürsünüz ki, deməli X və Y-dir qarışığımız, ümumi qarışığın kütləsi 184 qramdır. Qaz deyir 8 moldur. Bu reaksiya girmədiyini göstərir. Bax, bu 8 mol X reaksiya girməyən qazdır. Məhlulun kütləsi A plus 56 qram olub, düzdür? Bromlu su ilə hansılar girmirdi uşaqlar? Doymuş karbohidrogenlər. Deməli, bu 8 mol X doymuş karbohidrogendir. Ancaq X doymuşsa, Y də doymamışdır. Niyə? Çünki bromlu sudan həll olub və A plus 56 qram olub, düzdür? İndi baxaq. Onda belə çıxır ki, A plus 56 qram olubsa kütləsi. Deməli, bu A bromumuzdur bizdə. 56-dan da Y-in kütləsi, düzdür? Biz buradan tapdıq ki, Y-in kütləsi nə qədərdir? 56 qramdır. Cəmi də nə qədərdir? Cəmi 184 qram. Bunu düzəldək. Deməli, Y-in kütləsi oldu 56 qram. Ümumi kütləmizdə 184-dür. Onda biz 184-dən 56-nı çıxarıq, görək X-a nə qədər qalır? Cəmi bir yerdə 184 qram idi. Bu deyilir 128 qram. Düzdür? 128 qram. Deməli, X-imiz da oldu bizdə 128 qram. Ancaq bu 128 qram 8 molu 128 qramdır. Bax, yazıram. 8 molu əgər tapdıq nə qədərdir? 128 qramdır. Bəs o zaman bunun 1 mol neçə qramdır? Bilmirəm. X yazıram. X da buradan eləyir uşaqlar 16 qram. Deməli 16 qram. Deməli 1 mol X-in kütləsi neçə oldu? 16 qram oldu. Gəlin baxaq hansı 16 qramdır? Əlbəttə ki metan. Çünki metan CH4-dür. Düzdürmü? 12 karbon, 4 hidrogen elədi 16 qram. Cavabımız elədi metan. Baxırıq 185-ci suala. Deyir, alifatik karbohidrogendir. Neçə moldu? %2 moldu. Tam yanma məhsulları da göstərir 4,4 qram
karbon qazı alınıb və 0,1 molda nə alınıb? Su alınıb. Və karbohidrogen molekuluna deyir, karbon atomları neçəsi? sp3 hibrid halındadır. Uşaqlar, əlbəttə ki, biz 4,4 qram, 44 qram verib. Yəni, onda belə çıxır ki, karbon qazını biz burada molunu taparıq. Necə? 4,4-ü bölərik 44-ə. Bu deyilər 0,1 mol nə? Bizdə CO2 0,1 mol karbon qazını tapdıq. İndi baxın, 0,2 mol alifatik karbohidrogen girəndə yazıram. 0,2-yə əgər 0,1 mol CO2 alınırsa, bəs 1 mol karbohidrogenin nə qədər alınır? X. X da buradan eləyir uşaqlar 5 mol. Biz yəni 5 mol nəyi tapdıq? CO2-ni tapdıq. Düzdür? 5 mol karbon qazı tapdıq. 5 mol karbon qazında 5 karbon var. Deməli, onda bizim karbonumuz elədir C5. İndi hidrogenə gəlin baxaq. %2 molundan yazıram. %2 molundan 0,1 mol su alınırsa, H2O. 1 molundan nə qədər? Buna da deyək bir Y. Y-imiz də eləyir uşaqlar buradan 5 mol. 5 molda nə var? H2O var. Düzdür? 5 mol H2O-da neçə hidrogen var? 5-i 2-yə vururam 10. Deməli, oldu bizdə formul C5H10. Düzdürmü? Tam böldə. Aha, C5H10 tapdıq. İndi baxaq ki, bizə nə deyir? Deyir, karbon-hidrogen molekulunda karbon atomları neçəsi sp3 hibrid halındadır. Biz C5H10-u yazsaq, uşaqlar, bax, ümumi formulu tapdıq ki, C5H10-dur. Biz əlbəttə ki, yazıram 5 karbon düzürəm. 2, 3, 4, 5. Birini 2 qat yazıram. Fərqi yoxdur. Birincidən yazsaq, ikincidən yazsaq, yəni eynidir uşaqlar. Heç narahat olmayın. Siz hansını istəyirsiniz yazın. CH3-dən yazdım, CH2. Bu eləyir CH2, bu eləyir CH, bu eləyir CH2, CH2, CH3. İndi baxın, bundan 2 qat çıxıb eləyir SP2, bundan da 2 qat çıxıb eləyir SP2, bundan 1 qat SP3, bunlar da yenə SP3 şəklində. Deməli, neçəsi SP3 oldu? 3 dənəsi. 185-ci sualda cavabımız elədi A variantı. Baxırıq 106-cı suala. Buranı səliqəli silək. Elə uşaqlar silək, rahat da izah eləyək həmçinin. Baxın, 186-da deyir ki, bax, radikalların birləşməsinin əmələ gələn alkin. Birincidə R1, R2 radikalı birləşib bizə alkin əmələ gətirir. İkincidə R1 ilə R3 radikalı birləşib alkin əmələ gətirir. Görürsünüz, hər ikisində eyni radikal R1-dir. Yəni, hər ikisində R1 radikalı var. Birincidə əlavə R2 radikalı var, ikincidə R3 radikalı var. Sonra nə deyir? Deyir, birinci, alkin molekulunun hibrid orbital sayı 10-dur, ikincidə də 14-dür. İndi biz həm birinci əsasını tapaq, həm ikinci əsasını. Gəlin, birinci əsasını tapaq. Hibrid orbital sayı dedik alkinlərdə 4n-2-dir. Düzdür? Bərabər eləyirəm 10-a. 4n bərabər 12-yə, n-im də bərabər eləyir 3-ə. Düzdür? Deməli, birinci nə oldu? C3H6. Birincimiz oldu C3H6. C3H6-nı yazıram CH2, 2 xət CH, 1 xət CH3. Düzdür? İndi ikincini yazaq. İkincidən hibrid orbital sayı 14-dür. Yazıram 4n-2 bərabər eləyirəm 14-ə. 14-ün üstünə 2 gəlirəm, eləyir 16. 16-ı 4-ə bölüm, eləyir 4. İkinci onda oldu C4H8. İndi bunu yazaq gəlin. Və ikinci deyir ki, aha, bunda var, yox, deyir, ikinci alkin cis-trans izomerlə əmələ gətirmir. Əmələ gətirmirsə, onda buten 1 əmələ gətirmirdi. Bunu bayaqdan deyirik uşaqlar. Çünki buten 1-də, görürsünüz, 2 dənə hidrogen radikalları eynidir deyə cis-trans izomer əmələ gətirmir. Aha, yazdıqmı? İndi baxın, deyir ki, hər ikisində R1 radikal var. İkisində də eyni olan, bu CH2, CH-dir. Görürsünüz, ikisində də CH2, CH var. Deməli, bu CH2, CH bizdə R1-dir. Yazaq. CH2, CH, R1. Yerdə burada nə qaldı? CH3. Deməli, bu CH3, bax, bu birincisi nə deyil? R2. Deməli, bu CH3 R2-dir. İkincidəki radikalsı R3-dür. Onda qalan bu etil də bizdə nədir? R3-dür.
Sonra nə deyir? Deyir R2 və R3 radikalların birləşməsindən, R2 ilə R3-ün birləşməsi əmələ gələn alkan molekulunun neçə polyar siqma rabitə var? Baxın, bu ikisini birləşdirirəm indi, yazıram. R2 ilə R3-ü birləşdirirəm. CH3, CH2, CH3. Bu açıq şəkildə birləşdirsək eləyir C3, H8, düzdür? Polyar siqma rabitə karbon hidrogen siqma deməkdir. Karbon hidrogen siqma ilə hidrogen sayı qədərdir. Yəni 8-dir. Cavabımız elədir 186-da 8 D variantı. Elə qapalı suallar bitdi məncə. İndi başlayırıq açıq suallarla davam eləməyə. Aha. Açıq suallara diqqətli olun. Çünki məsələn birini səhv yazsaz, qalanı səhv gedir. Ona görə bacardığınız qədər diqqətli olmağa çalışın. Aha. Baxaq, deyir, reaksiyaları verib. Deyir, hansı təyin reaksiyalardır? Biz demişdik ki, təyin reaksiyaları alkenlərdir. Bir bromdur, bir də kalium permanganatdır, düzdür? Baxın, burada bir brom 3-cüdə verilir, 3-ü götürürəm. Bir də kalium permanganat 5-cidə verir, bir də 5-i götürürəm. Cavabımız deyir 3 və 5, düzdür? 188. Deyir, hansı reaksiyalar mümkün deyil? Biz bilirik metan üzərinə H-xlor birləşdirmir, yəni alkanlar üzərinə H-xlor birləşdirmir. Ancaq alkanlar əlbəttə ki, oksigenlə yanır, ikinci, düzdür. Üçüncü, alkenlər boron birləşdirir, düzdür. Alkanlar hidrogen birləşdirmir, 4 səhvdir, çünki CH8 alkandır. C4H10-un üzərinə isə bizə mümkün deyil. Bizdən səhvlər istəyir. Onda ilə cavabımız neçə eləyər? 1 ilə 4. Çünki 5-də düzdür. 1 və 4. 189-u deyir, mümkün olmasın. Burada da uşaqlar 2 ilə 4-ü götürərik. Çünki biri hidrogen birləşdirib alkanlar. Biri də H-xlor. Yəni alkanlar hidrogen bölüsündə H-xloru birləşdirmir. Baxırıq indi 190-cı suala. Böyüdək. Maddəmiz biri buten 1-dir. Bir maddəmiz də nədir? Propadiyendir. Molekulunda rabitə sayı. Bax, bu sigma deməkdir. Bu da pi-dir. Birində sigma, birində pi. Və saylarıdır. A-nın. Əvvəlcə biz nə etməliyik? Baxın, A-nın sayını öz yerinə yazmalıyıq. C neçədir, onu bilməliyik. B neçədir, onu bilməliyik. D neçədir, onu bilməliyik. Sonra bu rəqəmlərlə bu əlbəttə müqayisəni hansı düzdür, hansı səhvdir gətirib yerini qoyub tapacaq uşaqlar. Baxaq. Buten 1-i yazıram əvvəlcə. Buten 1. 4 karbonu düzürəm. Düzdür. 4 karbonu düzdüm və birincidən 2 qata çıxartdım. Tamamlayıram hidrogenlərini. CH2, CH, CH2, CH3. Yəni, bu bilirik alkində. Heç canın açıq şəkildə yazmasaq da var. Bilirik ki, C4H8-dir. C4H8-də neçə sigma var? Alkenlərin də hamısında 1 pi rabitə olur, düzdür? Bu 1 pi-ni yazaq. Sonra C4H8-də sigma rabitə ümumi atom sayından bir vahid azdır. Yəni 8 ilə 4-ü toplayırıq 12, bir dənə də çıxırıq eləyir 11. A-mız da elədi 11. Burada yaza bilərik. A-mız 11, C-miz də 1. Bunu yazdıqmı? Gəlin B-yə baxaq. B-də isə bizə propadiyendir. Propadiyen uşaqlar alkadiyenlərdə, onlarda çip yazılır. Bax, bu propadiyenimizdir bizdə. Gözləyin. Aha. CH2 xət, bu da CH2. Yəni, bunu qapalı şəkildə yazsaq, eləyir 3 karbon, neçə hidrogen var? 2, 3, 5. 5 karbon eləyir. Nəyi səhv elədik bir dəqiqə? Aha, burada hidrogen olmalıdır. Bunu hidrogeni yazdım. Üzürü sayın. Aha. Deməli, oldu C3H4, düzdür? Çünki ümumi formul alkadiyenlərdə CnH2n-2-dir. Yəni, hidrogen tapmaq üçün karbon 2-yə vurub 2 çıxırıq. 3-ü 2-yə vurduq, 6, 2 çıxdıq, 4, CH4. İndi bunlarda sigma rabitə sayı, yenə ümumi atomdan bir vahid az. 4-dən 3, 7, 1-də çıxırıq, eləyir 6. B-miz oldu nə? 6. Pi rabitə də görürsünüz. 1 pi-miz buradadır, 1 pi-miz də buradadır. 2 dənə də pi-si var. D-miz də oldu neçə? 2. İndi gəlin baxaq. Birinciyə. Deyir A bərabər B üstə gəl 5. A 11-dir. B də 6-dır. 6 üstə 5 gəlib, bəli 11. Deməli 1 düzdür. İkinci. A bərabər B üstə gəl 3. 6 üstə 3 gəlin 11 eləmir axı, 2 səhvdir. Deməli 3-ə baxıram. 3-də nə deyir? Deyir ki, C bərabər D-2. C 1-dir. D-mizdə 2-dir. 2-dən 2 çıxanda 0 eləyir. 1 eləmir. 4-də D bərabər C plus 1-ə.
D-miz nədir? 2. C-mizdə 1. 1 üzərinə 1 bəli 2. Deməli 4-də düzdür, 5-də. C bərabərdir D plus 1-ə. Xeyr, bu səhvdir. 6-da B 6 bərabər 2 üzə 4 gəlir, bəli 6 edir. Cavabımız elədi 1, 4 və 6. İndi baxırıq 91-ə. Deməli, buranı silirəm. Nədir? Buten 2 verib, 2 metil buten 2, 2 dimetil buten 2, pentin 2 və 3 metil pentin 2-dir. Həndəsi izomeri. Həndəsi izomeri nə idi? Cis trans izomeri. Biz bunu çəkməsək bilmərik. Və birincini çəkirəm. Buten 2-ni çəkirəm. Deməli, ikincidən çıxardıram pini. İkincini çəkirik. İkinci nədir? 2 metil buten 2. Yəni, 4 dənə karbon düzürəm. İkincidən 2 qatı çıxartdım. İkincidən həmçinin metildə çıxartdım. CH3. Sonra üçüncüyə baxırıq. Üçüncüdə də pentin 2. Deməli, 5 karbon düzürəm. 5 karbonu düzdüm. Və ikincidən də pini çıxartdım. Pentin 2 dediyinə görə. Dördüncüyə baxıram. 3 metil pentin 2. Yəni 5 karbon düzürəm. Pentin dediyinə görə. Və ikincidən 2 qatı çıxartdım. Həmçinin üçüncüdən də metili çıxartmalıyam. CH2 çıxartdıq. İndi 5-cini də çəkək. 5-cidə deyir 3 dimetil buten 2. 4 karbon. Düzdür. Və ikincidən, üçüncüdən dimetil, yəni CH3-ləri çıxartdım. Və ikincidən də 2 qatı, çünki buten 2 deyilir. İndi cis trans izomerliyi nə deməkdir? Bax, hidrogenləri tamamlasaq, bura heç 2 qat olan yerlərin hidrogenlərdir. Etməyəcə tamamlayaq da gəlin. CH3, bu CH2 yox, CH olmalıdır. Aha, yenə bu da CH, bu da CH3, bu CH3, bu CH, bu CH3, CH3, CH, CH, CH2, CH3, düzdür. Dördüncünü tamamlayaq. CH3, CH, CH2, CH3. Burada CH3 və CH3. Cis trans radikalları müxtəlif olmalıdır. Baxaq bura. Görürsünüz, biri hidrogendir, biri CH3-dür. Biri hidrogendir, biri CH3-dür. Deməli, onu da biri götürürəm. İkinciyə baxın. İkincinin hər iki tərəfi CH3-dür. İkincini götürə bilmərəm. Üçüncüyə baxaq. Üçüncüdə biri hidrogen, biri CH3, biri hidrogen, biri də etil. Bunu da götürürəm, çünki müxtəlifdir radikallar. Burada biri hidrogen, biri CH3-dür. Yenə biri CH3, biri də etil. Yəni, bunu götürürəm. Radikalları müxtəlifdir. Burada mı ikisi də yenə CH3-dür götürə bilmərəm. Yenə burada ikisi də CH3-dür götürə bilmərəm. Deməli, düzgün cavabımız 3 oldu. 4 oldu. Bir də yanına hansını plus qoymuşdum? Bir də 1 oldu. Deməli, cavabımız oldu 1, 3 və 4. Baxaq 192-yə. Yəni 192-də yazılmalıdır. Yəni veriləni açıq şəkildə yazırıq. Daha sonra bizdən tələb olunan əsasən doğrudurmu, səhvdirmi onu yoxlayırıq. Siləyəm. Nə deyir? Deyir 4 metil, 4-cü metil çıxarıq. 3 izopropil, heksen 2. Heç narahat olmayın. Bax, heksen deyir. Birinci arxadan qabağa gəlir. Heksen deyir 6 karbonu çək. 1, 2, 3, 4, 5, 6. Sonra gəldik. Heksen 2 demir. İkincidən 2 qatı çıxarıq. Çıxardıq mı? Və dördüncüdən metili çıxarın. Baxın, dördüncü bu da burada sayırıq. 1, 2, 3, 4. Dördüncü metili çıxartdım CH3. Sonra nə deyir? Üçüncüdən izopropil. Bu üçüncüdür. İzopropili çıxarım. İzopropildə bu belə yazılır. CH və CH-ın özündən də bir dənə CH3 çıxardıram. Bir də CH3 çıxardıram. Bax, bu bizdə izopropildir uşaqlar. Bu da bizdə metildir və metilli dördüncüdən izopropil 3-dən çıxartdım. İkincidən də çıxartdım, 2 qat çıxartdım və gəlin hidrogenləri tamamlayaq. Tamamlayıram. CH3. Necə bu sarılar silin indi? Çaşdırmaz. Aha. İndi tamamlayıram. CH3.
Bura bir CH düşür. Burada bir CH düşür. Bura CH2 və bu da CH3. İndi gəl biz bunu qapalı şəkildə yazsaq. Neçə karbon var? 1 açıq şəkildə, indi də qapalı şəkildə yazsaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. C10. Alkeni də heç hidrogeni saymıram. H20. CH20. Deyir, 6 birli karbon. Birli karbonlar CH3'lərdir. Bir dənə, 2 dənə, 3 dənə, 4 dənə və 5 dənə. Deməli, onda birinci bizdə səhv. Çünki birli karbon 5 dənədir. Bir çıxdıq. 38 hibrid orbital. Hibrid orbital 4n-2'dir. 4'dan vuram 40, 40'dan 2 çıxıram 38. 2 düzdür. 10 qeyri-polyar rabitədir. Qeyri-polyar rabitə karbonların sayından bir vahid az. 10'dan 1 çıxıram 9 eləyir. 10 deyil. Bir dörtlü karbon atomu var. Dörtlü karbonu bax budur. Görürsünüz, hər yandan birləşib. Bu dörtlüdür mü? Yox, bu dörtlü deyil uşaqlar. Dörtlü bu üçü ilə birləşib. Aha, bu səhvdir. Karbon gördüm, elə bildim dörtlü. Yanından baxıram ki, 2 qatı var deyə. Bu dörtlü deyil. Niyə? Çünki 3 karbonla birləşib. Dörtlü karbon 4 karbonla birləşməlidir. 4 də səhvdir. Sonra üçlü karbon. Üçlü karbonlarımız CH''larımızdır. CH''lar görün istənədir. Baxın, bir dənədir, 2 dənədir, 3 dənədir. Deməli, bu düzdür. 22 polyar kovalent rabitə var. Polyar kovalent rabitədə uşaqlar. Deməli, polyar kovalent rabitəmiz saysaq. 22 dənə olurmu? Gəlin baxaq. 3'ü buradadır. Biri burada 4. 2 burada 7. 3'ü burada 10. 11. 11 3 gəlirəm. 14, 15. 15 2, 17. 3'ü burada 20. Bəs 22 hardan alırıq? Biz bir dəqiqə sayaq. 2, 5'i götürdük. Deməli 22 polyar kovalent rabitəmiz olmur bizim 20 polyar kovalent rabitə. Çünki polyar kovalent rabitə karbon hidrogen sigmada və karbon hidrogen sigma ilə hidrogen sayıdır. Yəni 20 dənədir. Deməli biz onda nəyi? Deməli bax bir səhv oldu, 2 düz oldu. 3 deyir 10 qeyri-polyar rabitəsi var. Qeyri-polyar rabitə deyir. Qeyri-polyar sigma pi demir. Yəni 9'u tamam sigmadır, amma bir dənəsi də pi'si var axı bunun. Ona görə elə 10 eləyir. 3 də düz olur onda uşaqlar. Üzr, sən heç buna fikir verməmişəm. Ona görə cavabımız edir 2, 3 və 5. Aha, baxırıq 193-cü suala. Deyir, buten 2 üçün hansı ifadələr doğrudur? Buten 2'ni gəlin çəkək. Buten 2 deyirsə, niyə belə oldu? Buten 2 deyirsə biz 4 karbon düzməliyik və ikincidən də pi çıxarmalıyıq. 1, 2, 3, 4. İkincidən pi'ni çıxartdım. Hidrogenlərini tamamlayıram. CH2, CH, CH və CH. CH3'dür bu. Bu da CH3. Görürsünüz, bu cis-trans izomeri var. Niyə? Çünki birinə hidrogen, birinə CH3 birləşib. Birinə hidrogen, birinə CH3 birləşib. Deməli, 1 doğrudur. Polimerləşmir, xeyr polimerləşir. Gəlin baxaq, sigma pi'yə. Bu C4H8'dir, düzdür. Sigma rabitə ümumi atomdan bir vahid az. 12'dən 1 çıxırıq, eləyir 11. 11 sigma 1 pi, düzdür. Bronla reaksiyasında 2-3 diye bron butan alınır. Bronla reaksiyasından bəli, çünki pi'lər 2 ilə 3-dədir, elə pi'lər qırılır. Baxın, bromun birini bura yazırıq uşaqlar, birini də bura. Ona görə 4'də doğru. 1, 2 və 4. 194-cü sualda nə deyir? Deyir ki, hansı reaksiyalarda X maddəsi monohalogeni birləşmədir? Düzdür, monohalogeni birləşmədir. Yəni, bir dənə halogeni var hansında. Əgər burada natriumlardır, sinkdir. Ümumiyyətcə, əgər görsünə alkan alınıb, düzdür. Alkan bir monohalogenindən alınır. Yəni, natrium üzərinə xlor gəlir, natrium xlor və qalan karbohidrogenin eynisini yazıb alkan alır. Yəni, 3 götürərik.
Bir də uşaqlar birincini götürək. Çünki buradan alken alınıb. Alken də kalium OH-ın spirtin üzərinə 1 monohalogen idi. Sinkdə 2-dir. Baxın, burada 2 dənə halogen olacaq və yanaşı olmalı idi ki, buradan alken alınıb gördüyünüz kimi. Amma kalium OH spirtdən alken alınması üçün 1 monohalogen lazımdır. Deməli cavabımız baxırıq 195-in də burada dihalogenidir. Düzdür? Sinkdən alken alsa dihalogenidir əlbəttə ki. İkinci heç. Amma burada görürüz alken alsa monohalogenidir. Deməli biz götürəcəyik biri. 3 çıxdı, 4-də də yenə çıxır. Kalium OH spirtdən alkeni 1 monohalogendir. İkincini də götürürük uşaqlar. Burada da yenə dihalogen olur. Təəssüfən niyə ikinci çıxdım kimi. Deməli cavabımız oldu 1 nə? 2. 196-ya baxırıq. Görürsünüz sigma rabitə sayı 14 verir. Alkenlərdə sigma rabitə sayı ümumi atomdan 1 var. 3m bərabər 14-dür. Elimiz də buradan eləyir 5. Deməli bizdə 5 karbon olmalıdır. Düzdür? Pentəndə 5 karbon var. Götürərəm. Bu 2 metil buten 1-də, metildə 1 karbon, butende 4 karbon, cəmi eləyir 5 karbon. Götürərəm. 3-ü də götürərək, metildə 1 karbon, butende 4 karbon, cəmi 5 karbon, amma butende 4 karbon var. Götürmürük. Yenə butende 4 karbon var. Götürmürük. Biz 5 karbon axtarırıq. Gəldik 197-yə. Görürsünüz 2 dənə maddə verib sizə. Deyir biri metandır, amma birinə deyib alkendir. Amma demir hansı alken. Mol miqdarını deyir metan 3 mol götür. Alken də deyir götür 1 mol götür. Düzdür? Və deyir tam yanmasına sərf olunan oksigenin mol miqdarı da hər ikisində eyni qədər oksigen sərf olunur. Düzdür? Çünki hər ikisində eyni yazıb. Baxın. Metandan da n mol oksigen sərf olunur, alkenə də n mol oksigen sərf olunur. İndi gəlin biz bunu yazaq. Sonra biz alkeni tapacaq və alken üçün hansılar doğrudur, onları seçməliyik. Baxın, metanı bilirik də necə yazılır? CH4. Metan 3 moldur. Necə metanı birinci gəlin yandıraq, 2 oksigen gəlirik, alınır. Karbon qazı və 2 mol da su. Düzdür, bu metanın yanmasıdır. Metan deyib 3 moldur. Başına yazdım 3 mol. 3 moldan sərf olunan oksigen n-dir, amma 1 moluna 2 mol oksigen sərf olunur. Bax, 1-ə 2 isə 3-ə n. N-im deyilir buradan 6. N-i tapdım 6. Onda bu n-də 6-dır da. İndi gəlin alken götürək, hər hansısa bir alken. Yəni CnH2. İndi gəlin bunu yandıraq. Üzərinə oksigen gələk. Alınsın karbon qazı və su. Düzdür? Karbon qazı və su. Və biz bilirik burada oksigen əmsalı 3n/2-dir. Bu n-dir. Eyni zamanda bu da n-dir. 3n/2 neçə tapdıq biz? 6 tapdıq. Gətirib bura yerinə qoyuram. 3n/2 bərabər 6. N deyildi buradan 4. Deməli bizim formul nə oldu? C4H8. İndi gəlin baxaq. Deyir, molekula bütün karbon atomları sp2-dir. Xeyr, ikisi sp2-dir, ikisi sp3-dür. Hidratlaşmasından birli spirt alınırmı? Hidratlaşmasından xeyr, birli spirt alınmır. Sinklər arası izomeri var? Əlbəttə ki, var. Sənaydə metanın 550-600 dərəcədə parçalanmasından alınır. Bu səhv uşağı, çünki 550-600 dərəcə parçalananda C2H4 alınır. Bu da etendir. Buten deyil. Molekuldakı sp2 hibrid orbitalları rabitlərin yaranmasına iştirak edən bütün orbitalların 25%-ni təşkil edir. Bunu əlbəttə ki, yazmasaq bilmərik. Baxın, 4 karbon götürürəm. Düzdür, birinə pi rabitəni yazdım. Sonra hidrogenlərini tamamlayıram. CH2, CH, CH2 və CH3. Bu sp2-dir. Bu da sp2-dir. Ancaq bunlar tək xətt sp3-dür. Deyir ki, sp2 hibrid orbitalların yaranmasına iştirak edən bütün sp2 yaranmasına iştirak edənlər 6 dərdir. Niyə? Çünki 3-ü, yəni birində 3-dür, birində də 3-dür, 6 elədir cəmi. Düzdür? Baxın, sp2-nin üstünü toplayıb 2-si P-də, biri S-də, 6 elədir. Bunu silim, səliqəli aşağıdan yazaq. Aha. 6 elədir. Ümumi nə qədərdir uşaqlar? Ümumi, yəni bütün rabitələrdə ümumi rabitəni biz 2-yə vurarıq. Düzdür? Ümumi rabitədə C4H8, yəni sigma üstəgəl pi-dir ümumi rabitə. Yəni bütün orbitalların sayını tapmaq üçün, baxın, bütün orbitalların sayını tapmaq üçün, bütün rabitələrin sayını 2-yə vursaq, bütün orbitalın sayını tapa bilərik. Bütün rabitədə sigma 11 dənədir. Niyə? 8-dən 4 gəlirəm, 12, 1 çıxıram, 11, bir dənə də pi-si var, eləyir 12. 12-ni 2-yə vuram, 24. Deməli,
Bütün orbitalda 24 oldu sayı. Bunu da vururam 100-ə görə necə faizini təşkil edir? Bəli, eləyir 25%. Deməli, 5 düz oldu o zaman. 3, 5-i götürdük. 1 molu 22,4 litr həcm tutur. Niyə? Nə vaxt tutur? Qazlarda. Bəli, butende qazdır uşaqlar. Ona görə elə biz 3, 5, 6 götürdük. Gəldik 198-ə. Silim. Bizə deyir ki, hansı reaksiyalardan alınan üzvü maddədə birinci karbon tutmaqlaşma dərəcəsi -1 olsun. Biz buna yazaq gəlin bir-bir. Baxın, birinci yazıram. 5 dənədə düzdür. Birincidən alınanı yazıram. Birincidən alınır uşaqlar. Etenin üzərinə gəlirik su, alınır CH3, CH2OH. Düzdürmü? Sonra ikinciyə baxıram. İkincidən üzərinə hidrogen gəlir, alkan alınır. Yəni, pi qırılır. Baxın, CH3 olur. Ortadakı CH2 yenə pi qırıldı, oldu CH3. Üçüncüdə H brom gəlirik. Burada hidrogeni çoxa birləşdirirəm, bromu da aza birləşdirirəm. Baxın, belə olur. Üçüncü CH3, CH, aşağısına bir brom, burada bir CH3. İndi baxaq dördüncüyə. Dördüncüdə də yenə kaliy-manqanozdan təyin reaksiyasıdır və burada pi'lər qırılır və hərəsinə bir OH birləşdiririk və pi olan yerlər qırılır və hərəsinə bir OH birləşir. Baxın, CH3, CH, bu da qırılsın CH2 və bunların aşağısına bir hərəsinə OH yazır. Burada bir OH yazıram. Burada bir OH yazıram. Beşincidə birinə hidrogen birləşdirin, birinə də brom birləşdirin. Buraya yazaram CH3, burada yazaram CH2, aşağısında bir brom. Yanına yazaq elə bir başa, dəqiq aşağı. Yanına da bir brom yazaq, CH3, CH2, brom. Aha. İndi gəlin biz bunların okslaşma dərəcələrini tapaq. Baxın, birinin okslaşma dərəcəsi -1 olsun, düzdür, karbon atomunun. Bu nədir? CH3, CH2OH, düzdür. Birincinin okslaşma dərəcəsi CH3-də birlikdə zaten -1, -3. Amma burada CH2OH-a baxsaq, baxın, CH2OH-da qaran götürün. Hidrogenimiz -1-dir. Oksigenimiz -1. Aha, oksigenimiz -2, hidrogenimiz -1. Biz bilirik ki, cəm 0 olmalıdır. Burada bir x deyil. X-in üzərinə gəlirəm 2. Çıxıram oksigen ikisini. Üzərinə gəlim hidrogenin 1-ni. Bərabər edirəm 0-a. X deyilir, bəli. Buradan -1. Demək, karbonu buradan -1 tapdı. -1 deyib, -2 yazırım. Sayın -1. Mən 1-i götürərik o zaman. Baxın, 1-i götürdük. İkinciyə baxıram. İkinci götürmü, çünki heç birində -1 olmur. Burada -1-dir, bu olur -3 falan. Bunlar da olmur yəni. Üçüncüdə də eyni şəkildə alınmır uşaqlar. İndi gəlin 4-dən 5-ə də baxaq. 4-də alınır. Niyə? Çünki burada hidrogen -1, karbon da dördüncüyə baxın bir dənə. Burada bizdə birinci karbon deyir uşaqlar. Birinci karbon atomla oksijin dərəcəsi -1 olsun deyir. Zaten bizdə bu 1 idi də. Baxın, bu 1, bu 2 düzdür. İndi burada da 1, 2, 3. Aha, burada olmadı, gördünüz. Burada -1 oldu, -1 oldu. -3 oldu. Ona görə götürmürük. Yenə buradan da sıralasaq, birinciyə düşmür. Birinci -3 olur. İkincidir -1 olan. Ona görə 3-ü də götürmürük. Amma dördüncüyə baxın, sıralamanı aparıram. 1, 2 və 3. Birinci, ikinci, üçüncü karbon bizə nə deyir? Birinci karbon atomu -1 okslaşma dərəcəsi göstərsin. Bəli, burada nədir formul? CH2OH-da düzdür. Burada baxsınız, hidrogen -1, oksigen -2, hidrogen -1, -2, -2, bəli, bu -1 idi. Deməli, 4-ü də götürərik biz və bir də 5-i götürərik uşaqlar. Baxın, formul nədir? Buradan nömrələrini aparıram da 1, 2, CH2 broma götürürəm. CH2 brom.
İndi bura -1-dir. Hidrogen də -2-dir. Burada bir x desəm. Hidrogen -2-ni -1. -1 2-yə vurub elə bura -2 yazdım. Üzrü sayın. X üstəgəl -2 çıxaq 1 bərabər nə? X çıxaq 1. X plus 1 bərabər 0-a. X elədim neçə? -1. Bəli, burada da karbonumuz oldu. -1. Bir də 5-i götürdük. Deməli, biz götürdük birincini, dördüncünü, beşinci. Bax, burada birinci karbondan söhbət gedir. Və -1 olmağını istəyir. Baxaq 199-a. Digər molekulda hibrid orbitallarının sayı alkendir. sp3-ün sayı A-dır, sp2-nin sayı da B-dir. Düzdür? Dəmran silin mən. Sizi daha yaxşı başa salmaq üçün. Sonra nə deyir? A-la da B-nin nisbəti 4/3-dür. Yaxşı, gəlin onda biz alkenimizi yazaq. Baxın, deyir A böl B neçədir? 4/3 kimidir. A sp2 sayıdır. Uşaqlar, biz yazaq bura sp3 A-dır, sp2 B-dir. Düzdür? A böl B bərabər 4/3-ə. Düzdür? A'mız 4-dür, B'miz də 3-dür. Düzdür uşaqlar? A'mız sp3 sayıdır. Bax, sp3-ə yazıram A. Burada bir dəfə də özümüz qeyd eləyək. sp3-ümüz A-dır. sp2-miz neçədir? B-dir. sp2 də bərabərdir yazıram B. Ümumiyyətcə, gəlin burada yerinə qoyaq. A bölək B də bərabərdir 4/3. Ümumiyyətcə, uşaqlar, alkenlərdə həmişə 2 dənəsi sp3, 2 dənəsi sp2 olur. Həmişə 2 dənəsi sp2 olur. Qalanları da, yəni məsələn, ümumi karbon sayı n-dirsə, uşaqlar, ümumi karbon sayı n-dirsə, bunun ikisi sp2 olur, n-2-si də sp3 olur. Deyək, 5 karbonu varsa, bu 5-in ikisi sp3 olur, 5-dən 2 çıxsız, 3-ü də sp3 olur. Tamam mı? Gəlin biz də n-lə işarələyək. Bax, A nə idi? sp3-dür, düzdür. A-ya dedim nədir? n-2 qədər. Çünki dedik, ikisi sp2-dir. Yazıram buradan. n-2 qədər nəyimiz var? sp3-ümüz var. Və biz sp3-ün üstündə baxırsınız, 1 ilə 3, 4. 4-ə vururam bunda. Əlbəttə ki. Bölürəm. B nədir? sp2. Dedik, ikisi sp2 olur. Üstü də 3-dür da. 1 ilə 2 cəmi 3. 3-ü də 2-yə vururam, eləyir 6. Bərabər eləyirəm 4/3 cəm. 4-də ixtisar gedir uşaqlar. Düzdürmü? 3n-6 bərabər 12-yə, n də bərabər 4-ə. N-miz elədi burada neçə? 4. Deməli, ümumi formumuz bizdə nə imiş? Alkenlərdə. C4H8. Şimdi gəlin görək bizdə nə istəyir uşaqlar. Deyir, cis trans izomer olmasın. Necə 4 karbonlu seçməli. Düzdür, və pentenlərdə 5 karbon var, getdi. 2 metil propende 4 karbon qaldı, butende 4 karbon qaldı. 2 metil butende 5 karbon var, getdi. Biz qaldı 2, 5, 6 arasında. İndi baxaq, deyir, cis trans izomeri olmasın. Uşaqlar, bir də buten 2-də cis trans izomeri var. Çünki baxın, 4 karbon düzüsüz və ikinciyə 2 qat yazırsınız. Burada H düşür, burada H düşür. Və radikalları müxtəlifdir ya, bunda cis trans izomeri oldu artıq. Deməli, buten 2 cis trans izomeri var. Bizdə olmayan istəyir. Olmayan buten 1-də və 2 metil propende yoxdur. İndi baxırıq 200-cü suala. Deyir ki, içində 5 qram, 8 qram brom birləşdirən alken molekulunda bir üçlü karbon atomu olarsa, hansı ifadələr doğrudur? Alkenin üzərinə gəlirik, brom 2. Baxın, alkeni yazıram, CnH2. Üzərinə gəlirəm, brom 2-ni. Düzdür, üzərinə brom 2 gəldik. Alınır nə? CnH2n, brom 2. İndi deyir, 3,5 qramı 8 qram brom birləşdirir. 3,5 qramı 8 qram brom birləşdirir. Amma bunun kütləsi 14N-dir. Yəni 14N olanda da bromun kütləsi 80-dir. Aşağısında 2 var, 82-yə vurdum, elə də 160. Yəni 14N-i 160-dır, 3,5-i 8. Buradan N-imiz eləyir, deməli 3,5-i 160-a vururuq. Onu da bərabər eləyir, 14N-i 8-ə vururuq. 8-i 160-ı ixtisar aparsaq, eləyir 20. 20 də 3,5-ə vurub 14-ə bölsək, eləyir 5.
Deməli, onda ümumi formamız neymiş? C5H10'muş. Düzdür? C5H10. Bizə deyir bir üçlü karbon atomu olsun. Üçlü karbon yazıram. Baxın, üçlü. Bunu aşağı indirin. Aha. Üçlü karbonu yazdım. Burada karbonların davamlarını birləşdirək. 4 karbon oldu. Bir dənəsini də buradan yazdım. Və birindən 2 qatı çıxartdım. İndi gəlin hidrogenlərini tamamlayaq. Bu oldu CH2, bu oldu CH3, bu oldu CH2, bu da oldu CH3. Aha. İndi gəlin baxaq. Deyir ki, hidrogen halogenlərlə Markovnikov qaydası əsasında reaksiya daxil olur. Reaksiya daxil olar. Niyə? Çünki hidrogenlərin sayı müxtəlifdir və bu iki qatda. Birində 2 hidrogen var, birində yoxdur. Ona görə biri götürülür. İkinciyə baxıram. Deyir, beynəlxalq nomenklatura əsasını adlandırsaq, 3,3 dimetil buten 1'dir. Adlandıraq. 1, 2, 3, 4. Adlandıram. 2 metil. Burada deyir 3,3 dimetildir. Yəni adlandıranda 2 metil buten 1 olur. Bu səhvdir. Hidrogenləşməsi 2 metil butan alınır. Bəli, çünki hidrogenləşmədə üzərinə hidrogen gəlinir və dəyişən sadəcə bu pi qırılır. Bu CH3 olur yəni. Yəni ikincidən həqiqətən həldə metil əsasən 4 karbon butan olur. Yəni 3 də doğrudur. Molekulun 18 hibrid orbital var. Baxın, hibrid orbital sayı 4n minus 2'dir. N'də 5'dir. 4'ü 5'ə vuram. 22 çıxıram 18. Deməli 4 düzdür. Su ilə qarşı təsirində doymuş bir atomlu spirt alınır. Xeyr, bir atomlu spirt alınmış olur. Çünki bir atomlu spirt baxın belə olacaq. CH3, bir xətt karbon, aşağı bir CH3 yazasınız, yuxarı bir OH, bura bir CH2, yanında bir CH3. Bir atomdur, çünki OH beşən karbon 3 karbonla birləşir. Bir atomlu spirt alınmış. Cavabımız doğru olanlar 1, 3 və 4 olur.